Növbəti mövzumuz isə hər bir insanın, hər birimizin yaralı yeri olan sevgi məsələsidir. Elə bir insan məncə yoxdur ki, nəsə bir xatirəsində yaralı bir sevgi hekayəsi olmasın. Ümumiyyətlə, bugün o sevgi münasibətləri elədi ki, deyirlər, o eşqin gözü kördür. Əvvəl adam onu başa düşmür, necə kördür? Yəni, necə görürəm də nədir? Biraz yaşa dolduqca başa düşürsən ki, o kördür deyəndə nə nəzərdə tutulur. Münasibətin içində olanda bəzi şeyləri görmürsən. Elə bilirsən, hər şey qaydasında gedir. Bəzən elə bilirsən ki, bəlkə sən nəsə xətalara yol verirsən. Münasibət bitəndən sonra və yaxud bir fasilə veriləndə və yaxud ayrılanda biraz vaxt keçir, o auradan çıxırsan və fikirləşməyə başlayırsan. Nələr baş verirdi o münasibətin içində? Birdən o yadıma düşür ki, filan yerdə o mənə yalan demişdi, mən onu heç hiss eləməmişəm. Münasibətin içində insan onu hiss eləmir. Ya hansısa bir manipulyasiyanın təsirində olur, ya hansısa bir emosiyaların təsirində olur. İnsanlıq da qəribədir. Daha ətraflı sevgi teoriyası nədir? Gürültülü alqışlarınızla Lalə Tağıyeva. Ana, mən sadəcə onu istəyirəm həyatımda. Ondan başqa heç kimi istəmirəm. Niyə belə oldu axı? Mən onu çox sevirdim. Gözlədə qocaqdın məni. Mən ki yuxudaydım, ayıltdın məni. Nə tutdun əlimdən, nə atdın məni. Özgə əllərəmi tapşırdın məni. Ətrimi gül aldı, çiçək apardı. Üzümün rəngini bir rəng apardı. Çağırdım, səsimi külək apardı. Əsən yerlərəmi tapşırdın mənə. Bugünü gözlədim, sabaha qaldı. Sevincin axırı min aha qaldı. Yeganə ümidim Allaha qaldı. Gələn illərəmi tapşırdın mənə. Dağlara çən düşdü, xəbər tutmadım. Yadıma sən düşdün, xəbər tutmadım. Ayrıldıq, gen düşdük, xəbər tutmadım. Yaman dillərəmi tapşırdım mənə. Könlümü alardın, könlüm deyərdin. Məni qoxlayardın, gülüm deyərdin. Adımı deməzdin, Leylim deyərdin. Məcnun, çöllərəmi tapşırdın mənə. Sənə nə əllərim, nə səsim çatmır. Sanki havam çatmır, nəfəsim çatmır. Daha yaşamağa həvəsim çatmır. Yaman darıxmışam. Söylə, hardasan? Əsrətin eləyib məni qul kimi. Saatlar, dəqiqələr oldu il kimi. Həyat gözlərimdə soldu gül kimi. Yaman darıxmışam. Söylə, hardasan? Sənin sorağında intizardayam. Ürəyi dağlıyam, ahu zardayam. Elə bil ölmüşəm, bir məzardayam. Yaman darıxmışam. Söylə, hardasan? Gördüyünüz bu səhnədə paramparça olmuş bir həyat var. Özünü bir sevgiyə
öz həyatını bir sevgiyə qurban etmiş bir qadın və bitmiş bir ömür. Biz əslində sevgini ilk öncə valideynlərimizlə, daha sonra bacı qardaşımızla, daha sonra vətənimizlə, dost tanışlarımızla, öz işimizlə yaşayırıq. Və ən böyük sevgini qarşı tərəflə, qarşı cinslə yaşayırıq. Nə zaman sınanırıq? Biz yaşadığımız sevgini çox dəyərli bilib, öz dəyərimizi, öz dəyərlərimizi, öz kimliyimizi unutduğumuz zaman. Sevgi əslində bizim özümüzə dönüş yolumuzdur. Sevgi əslində ən böyük sevgiyə, ən böyük yolculuğa getdiyimiz yolda, yəni öyrənmə yolumuzdur. Əgər biz öyrənməyi dayandırıb, sadəcə insanlıqda, sadəcə fiziki aləmdə, sadəcə ailəmizlə sevgi yaşayırıqsa və bu sevgiyə qurban rolunu seçiriksə, sevdiyimiz insanlar tərəfindən sınanırıq. Dəyər verdiklərimiz tərəfindən dəyər görmürük. Əslində, onlar bizə pislik etmirlər. Onlar sadəcə xatırladırlar. Sən əsl sevgiyə, ən ali olan, ən yüksək olan, sevgilərin ən böyüyünə getdiyin yolculuğu dayandırmışsan. Bizə əslində davam et mesajı verirlər. Və ən böyük sevgi insanın öz qəlbində, insanın öz ruhunda yaşadığı və qovuşduğu və ya qovuşacağı ilahi sevgidir. Bir də sevgilərin ən böyüyü olan və qarşılıq gözləmədən sevən valideynlərimiz var, analarımız var. Öz həyatını qurban seçmiş, öz kimliyini, özünün arzularını, öz hədəflərini qurban seçmiş analar. Dinləyək. Ana hədiyəsi şeiridir. Şeirdə iddia budur, fikir budur ki, çox hədiyyə eşitmişəm. Amma ömürdən hədiyyə kim verə bilər? Yalnız ana yəqin ki. Anam namaz üstə əl açıb göyə, Allaha yalvarıb ya Rəbbim deyə. Sənsən xəlq eləyən göyləri, yeri, candan şirin olur bala, ay Allah. Sən mənim ömrümdən kəsib illəri, balamın ömrünə cala, ay Allah. Bu nədir? Arzuya, diləyə bir bax, gör bir nələr keçir ana qəlbindən. Çoxdur bu dünyada hədiyyə, ancaq ömürdən hədiyyə görməmişəm mən. İndi iddia budur ki, bunu eləyə bilən ancaq anadır, bəli. Erik Fromm da bunu deyir, dünyadakı bütün sevgilər şərtli sevgidir. Hamımız hansısa bir şərt qarşılığında sevirik. Yeganə şərtsiz olan sevginin ana sevgisi olduğunu deyir. Şərt deyəndə bu arada düşünməyin ki, burada maddi şərtlərdən söhbət gedir, burada puldan söhbət gedir. Hər zaman elə deyil. Bəzən düşünürük ki, yanımdakı adam məni anlasın. Bu özü bir şərt deyilmi? Yanımdakı adam mənlə dərdləşə bilsin. Və yaxud yanımda yaraşıqlı, gözəl bir qız olsun, yaraşıqlı bir oğlan olsun. İnsan içinə çıxanda öz brendimi daha yaxşı kommunikasiya eləyə bilir. Mənə yaraşan insan olsun. Bunların hamısı şərtlərdir. Bütün sevgilər şərtlidir. Hansısa şərtin qarşılığında sevirik. Etiraf eləmək lazım. Heç bir sevgi şərtsiz və qarşılıqsız deyil. Erik Fromm deyir ki, hətta körpənin anaya olan sevgisi belə şərtlidir.
ana onu qidalandırır, yemək verir deyə sevir. Körpəyə başqa bir ana yemək versə, qayğı göstərsə, körpə ona bağlanacaq. Amma yeganə anadır ki, instinktiv. Amma bu nə dərəcədə doğrudur? Bugün bundan danışacağıq. Yəni biz sevgi verməklə özümüzdən qurban vermək arasındakı fərqi anlaya bilirikmi? Çünki insan çox sevdikcə çox adaptasiya olmaq istəyir, çox uyğunlaşmaq istəyir, özündən ödün verməyə başlayır. Ki qarşı tərəf xoşbəxt olsun, qarşı tərəf razı qalsın, qarşı tərəf inciməsin, üzü gülsün, biraz özümü dəyişim, biraz ona uyğunlaşım. Amma zaman keçdikcə bir də görürsən ki, özünü itirmirsən. Bu ikili münasibətlərdə belədir. Zaman keçdikcə bir də görürsən ki, artıq səni sən eləyən heç nə qalmayıb. Bəs ananın övladına olan sevgisində necə? Bu sevgi müəyyən bir balansı keçdikdə zərərli ola bilərmi?